Baqi məzarlığı İslam dünyasının en mühüm, en qədim məzarlıqlarından biri. Mədinə şəhərində Məscid-i Nəbəvinin yaxınlığında yerləşir. Təxminən 10 mindən çox Peyğəmbər sallallahu aleyhi ve sellemin sahabələri, eyni zamanda Əhl-i Beyt mənsubları, onlardan 3-cü Raşidi xəlifə Osman ibn Affan radiyallahu anhunun, Peyğəmbərimizin sevimli qızı və ciyərparəsi Fatimə radiyallahu anhanın, oğlu İbrahimin, əmisi Abbasın, bibisi Safiyyənin, Peyğəmbərimiz sallallahu aleyhi ve sellemin xanımlarının, möminlərin anaları, o cümlədən Ayşə radiyallahu anhanın, İmam Həsən ibn Ali radiyallahu anhunun, həmçinin Ali ibn Hüseyin Zeynulabidin radiyallahu anhun, Muhammed el-Baqirin və Cəfər-i Sadiqin və bir çox başqalarının məzarları məhz bu qəbirstanlıqda, Baqi məzarlığında yerləşir.